Salam Rahim Bey. Demek bizim bu o günü ettiğim bu məruzə, bu mədaltı vəzir başının işlərində icra olunan əməliyyat vaxtı yerinə yetirilən anastomozların biridir. Yəni pankreatda yeni anastomozun formalaşmasıdır. Sizə bildirim ki, bu cərrahiyyədə, yəni mədaltı cərrahiyyəsində, mədaltı vəzirin başının işlərinin cərrahiyyəsində ən vacib elementlərin biri həmin pankreata yeni anastomozun formalaşmasıdır. Orada 3-4 anastomoz qoyulur, öd yolu ilə qoyulur anastomoz, mədi ilə anastomoz qoyulur bağırsaq arasında. Bunlar standartdır qoyulur, burada bir problem yaşamırıq və bütün cərrahiyyənin, bütün cərrahların yaşadığı ən böyük problem mədaltı vəzirin başı ilə icra olunan anastomozdur və bütün xəstələrin də ağırlaşması, əməliyyatdan sonra ağır getməsi və ölümlə nəticələrin hallarında hamısının səbəbi həmin anastomozda olan çatılmazlıq, füstulanın əmələ gəlməsi, yəni mədaltı vəzirinin sekresiyasının qarın boşluğuna tökülməsi və bununla yaranan fəsadlardır. Buna görə də bu bir neçə variant əməliyyatlar var. Mən o məruzədə də göstərdim, 4 dənə variant orada göstərdim ki, hansı variantlardır. Ancaq hamısında bir çatılmazlıq var, bir necə deyim, müəyyənlik, razı qala bilmirik bu əməliyyatlardan sonra. Və bir metod vardı, Rusların Yegorov adında, onda buna oxşar bir variant vardı, onu da gördük və mən ekstrini əməliyyat vaxtı mədaltı vəzirinin başının işinə görə əməliyyat edildiyi xəstənin təkrar bir dəfə əməliyyat alanında qanaqlı ilə əlaqəli olaraq həmin vaxt anastomozun elə oradaca gördüm ki, pankreatik anastomozda dukto anastomoz qoymuşdur, duktusla, protokla. Anastomoz qopub, bağırsaq aralıda, mədaltı vəzirinin başı aralıda durub. Mən onu, bu metodla, yəni bu metodun əsas məqsədi mədaltı vəzirinin başını 2-3 sm məsafədə nazik bağırsağın mənfəzinə daxil etmək və orada 2 ədəd U şəkilli və ya P şəkilli tikişlərlə bütün pankreatik toxumanı tam arxadan önə dəlib keçən 2 tikişdir. Mahiyyəti budur. Və təcil olaraq bir qədər başqa bir variantda, ancaq mən nazik bağırsaq mədaltı vəzirinin başı ilə anastomozdan ki, tikişləri bütün parenxima dəlib keçən qoydum. Və sonradan da xəstə ilə ki, normal getdi, qanaxma da dayandı və ağır xəstə idi, füstula da dayandı. Neysə, bundan bir qədər razı qaldım. Və sonra da Yegorov metodunu görəndən sonra biz bunu daha bir mürəkkəb, başqa bir variantda icra etdik. Və mən həmin məruzədə bundan danışdım. Bu metodikadan danışmışam, hamısı o slaydlarda var. Yəni, mədaltı vəzirinin başı 2,5-3 sm məsafədə nazik bağırsağın mənfəzinə daxil edilir. Nazik bağırsağın kənarın qatlayıb içəri qatlamırıq, ancaq elə ağzı kəsilir. Kəsildiyi kimi də mədaltı vəzirinin üstündə durur. Və bundan sonra 2 ədəd vürsum qaxarının sağında və solunda 2 ədəd U şəkilli tikişlə arxadan önə keçməklə, yəni bağırsağın serozasından keçir, seyirli qişadan çıxır, pankreası arxadan keçib önə çıxır, perpendikulyar olaraq paralel xəttlərlə və nazik bağırsaq ön divarının seyirli qişasından çıxıb, seroz qişəyə çıxmaqla orada bağlanır. Tikişlərlə bir qədər mülayim bağlayırıq. Bəlkə bir-iki xırda nüansları var, onları demirəm. Bunlar hamısı həmin məruzədə, həmin daxilaqda var, yüzəksi yerini tapmışdır. İndi isə həmin bu, demək, invaginasyon pankreatik yeni anastomozun modifikasiya olunmuş bir formasıdır. Heç bir yerdə bu metod yazılmıyor, heç bir yerdə rast gəlinmir, internetdə vurmuşuq, çıxmıyor. Biz də indi bu metodu patentə vermişik, yəqin ki, bu metodda bir patent alalım. Demək olar ki, bu əməliyyatdan sonra, bu anastomozlardan sonra xəstələrin o dediyim, bayaq birinci başlayan dediyim kimi fistula olur, çatılmazlıq olur, bu problemlər sıfıra girmiş olur.
Bütün cerrahlara da məsləhət edərdim. İnternette var bu bizim metodika adım ve adım her şey var. Oradan götürüp bu metodikadan istifade edebilirler ve yararlanabilirler. Uğurlar hamle.